Salam. Azərbaycan 19-cu əsrin ikinci yarısında dim toplu izahına başlayırıq. Birinci sualımızda deyir ki, Çar hökuməti Şimali Azərbaycanda 1887-ci ildə müsəlman kəndlilər üzərinə nə qoymuşdu? Hansı vergi növü? Cavabımız D. Hərbi vergi növüdür. Bu əzbərdir. Üçüncü sualımıza baxırıq. 1891-ci ildə Şah hökuməti Cənubi Azərbaycanda İngilis kapitalisti Talbota nəyi vermişdi? Tütün və tənbəki inhisarını vermişdi. Dördüncü, 1892-ci ildə Şah hökumətinin İngilis kapitalisti Talbotla bağladığı Cənubi Azərbaycanda tütün və tənbəki istehsalına dair müqaviləni ləğv etməyə məcbur etdi. Nə məcbur etdi? Bu arada üçün cavabı dördüncü sualımızda var. Ona görə, yəni adətən belə şanslı şeylər olur. Düzdür, bu topludur deyə burada verilib, verməyə məcburdur. Amma bəzən yəni imtahanda falan da yəni qabağınıza çıxa bilər. Belə şeylərə adətən fikir verin ki, yəni bir sualın cavabı qarşıdakı sualların içində ya cavablarında falan ya da şərtində ola bilər. A bəndində deyir ki, dövlət məmurlarının kütləvi şəkildə işdən imtina etməsi, belə bir şey yox idi orada. Rusiya hökumətinin təzyiqi də yox idi. Çünki Rusiya hökuməti Cənubi Azərbaycana çox da təsir edə bilmirdi. Qacarlar daha çox təsir edirdi. Osmanlı dövlətinin narazılığı da yox idi. Xarici kapital nümayəndələrinin birgə verdikləri bəyanat da yox idi orada. Cavabımız D bəndi qalır. Təbrizdə və bir çox başqa şəhərlərdə, Tehranda belə xalq çıxışları var idi. Xalq çıxışları baş verirdi. 5-ci sualımızda deyir ki, Azərbaycanda 1870-ci il 14 may islahatı aid edildi kimlərə? Burada birbaşa çıxacağımız iki variant var ki, Şamaxı quberniyasının bəyləri və Dərbənd quberniyasının kəndliləri. Bu ikisini də çıxırıq. Çünki Şamaxı quberniyasının bəyləri və Dərbənd quberniyasının kəndliləri deyir burada. İslahat dediyimiz bir şey bəylər və yaxud da kəndlilər bir zümrəyə aid olmur heç vaxt. Hər zaman toplum bir zümrəyə aid olur. Yəni, bir şey eləyirsə, başdakı duran şəxs, çar olsun, hökmdar olsun, padşah olsun, bir islahat keçirdirsə, o bütün zümrələrə aid olur. Həm bəy onun içində olur, həm kəndli onun içində olur, həm rəncbər, həm elat, nə bilim, həm ruhaniləri olsun, həm, yəni hər kəs onun tərkibində olur və ona aid olur. Ona görə bu ikisini birdən çıxırıq. Xəzər vilayətində çıxırıq, çünki Xəzər vilayəti həmin vaxt yox idi. Dövlət kəndlilərini də çıxırıq. Nəyə görə? Çünki dövlət kəndlilərinə bir ya da iki islahat səhv eləmirəmsə aid edilir. O da ki, 1912-13-cü il aqrar qanunları dövlət kəndlilərinə aid edilmişdi. Cavabımız qalır Y sahibkar kəndlilər. 19-cu əsrin ikinci yarısında Rusiyada keçirilən hansı islahat Azərbaycana şamil edilməmişdi? Burada hamısı bilirik ki, şəhər islahatımız var 1878-91-ci illər səhv eləmirəmsə. Məhkəmə islahatımız var, inzibati islahatımız var, kəndli islahatımız da var. Elə burada da var, 5-ci sualda kəndli islahatımız var. Amma zemstvo yoxdur. Həm zemstvo rus sözüdür, buradan götürə bilərik. Həm də zemstvo təkcə Rusiyadaydı. Yəni Rusiyanın özündəydi. 7-ci suala baxaq. 7-ci sualda deyir ki, Çar hökumətinin Azərbaycanlıları hərbi xidmətə çağırmamasının səbəbi nə idi? A bəndində deyir ki, Azərbaycanlıların rus dilini pis bilməsi. Əslində dərsi zəif və yaxud da orta bab öyrənmiş bir şagird bu bəndin üstündə 50-50-yə qala bilər. Amma Rus çarizminin siyasətinə əsaslanaraq bu məntiqi işə salsaq, bilərik ki, Rusa sərf eləyən bir millət olsa əgər müsəlmanlar və yaxud da Azərbaycanlılar, yəni ona sərf eləyən nə varsa, o avtomatik olaraq onu götürəcək, yəni hərbidə olsun, yaxud da necə fəhlələri işlətmirdi və yaxud da məhkəmələri eləməmişdi rus dilində. Güya bilmirdi ki, Azərbaycanlılar rus dilini bilmir, amma hər şeyi rus dilində eləmişdi, məktəblər rus dilində idi. Bir sözlə ruslaşdırma siyasəti idi də.
Yəni ona sərf eləsəydi, hərbiyə də rus dilini pis bilən insanları götürərdi. Demək ki, ona sərf eləmirdi ki, o götürmürdü. C-yə baxaq. Çarizmin İslam dininə itaət edənlərə hörmətlə yanaşması. Hörmətlə yanaşmasını görürüksə və çarizmlə söhbət gedirsə, bunu tamamilə çıxırıq. D-də deyir, kənd təsərrüfatında işçi qüvvəsinin çatışmaması. Kənd təsərrüfatında işçi qüvvəsinin çatışmamasına hərbi xidmətə çağırmaması ilə bir səbəb yoxdur. Həm Y-də Azərbaycanlıların özlərinin hərbi xidmətə getmək istəməməsi, belə bir şey də yox idi. Cavabımız qalır B bəndi ki, ruslar müsəlmanların hərbi işi bilməyini istəmirdi. Ona görə də çağırmırdılar. Bir də biz burada nəyə şahid oluruq? Birinci sualımızın cavabı 7-ci sualımızda var bu arada. Bir qısa ipucu xatırlatma eləyim ki, deyir ki, müsəlmanların hərbi işi bilməyini istəmirdi və bunun müqabilində 1887-ci ildə hərbi vergi qoydu müsəlmanların üzərinə ki, müsəlmanlar da, bəylər, ağalar da falan dedilər ki, uşaqlarımız getməsinlər əskərliyə, hərbi işi bilməsinlər.